Mən bugün sizə 3 yaş sindromu və yaxud da ki 3 yaş böhranı haqqında biraz paylaşmaq istəyirəm. Dünən çox mehriban, qucaq açaq bir uşaq bugün sizə yox etirazını və yaxud da ki istəmirəm, etmirəm, pisdir deyə belə bir ifadələrlə səslənir və bu ifadələr demək olar ki 80% ailələrdə eşidilir. Bu 3 yaş sindromudur. İnandırım sizə bu fəlakət deyil, bu sadəcə olaraq inkişafın başlanğıcıdır. Burada nə baş verir? 3 yaşında, təqribən bir 2-3 yaşında uşaq özünü müstəqil bir insan kimi hiss etmək istəyir, qərarlarını vermək istəyir və bu hisslərlə dünyanı sınamaq istəyir. Və ilk sınaq obyekti kimdir? Ata və ana. Mən eləyirəm, istəmirəm və s. və ilaxır. Burada valideynlərə tövsiyə. Birinci, seçim imkanı yaradın. Kiçik də olsa. Məsələn, dişini fırçalayırsan ya mən sənə kömək eləyim. Mavi köynək giyirsən ya qırmızı ya özün seçirsən. Bu kimi. İkincisi, sakit amma qəti olun. Yəni sərhədlərinizi bildirin. Üçüncüsü, bu etirazları, bu etiraz aktları şəxsi qəbullanmayın. Bu sizə qarşı deyil. Sadəcə olaraq özünü tapmaq istəyir. Gülümsəyin, oyuna çevirin, qucaqlayın. Bəzi onlar sizi itələsələr də, istəməsələr də, o deməkdir ki, mənim yanımda ol. Və bilin ki, 3 yaş sindromu şəxsiyyətin doğulduğu bir dövrdür.